Salam, sizinle Efem Akademiyanın İbtidai sinif müəllimi Çiçək Abasovadır. Bugün biz sizinle riyaziyyatdan ən vacib mövzulardan olan ədədlərin mərtəbə qiyməti, mərtəbə vahidi, ədədlərin siniflərə bölünməsi haqqında bir neçə qısa izah verəcəm. Çünki bu mövzular həm monitoring 4-cü siniflər üçün belə deyim, dəyərli mövzulardan biridir. Bunların izahına mütləq ehtiyacı var və şagirdlər mütləq bunu izləsinlər. Əminəm ki, bu izahdan sonra testlərin tətbiqində heç bir çətinlik çəkməyəcəklər. Məsələn, belə bir ədəd yazırıq. Tutaq ki, 2691 ədədi. 2691 ədədində əgər bizdən soruşularsa, bu ədəddə 6 rəqəminin mərtəbə vahidi neçədir? Əgər mərtəbə vahidini soruşursa, uşaqlar yadınızda saxlayaq ki, mərtəbə vahid neçədir? 1-dir. Deməli, həmin rəqəmin özünü 1-ə bərabər edirik. Sonraki rəqəmləri isə nə edirik? Mütləq şəkildə sıfırlayırıq. Demək, bu ədədin 2691 ədədində 6-nın mərtəbə vahidi neçədir? 6-nın mərtəbə vahidi təbii ki 100-dür. Bəs əgər bizdən soruşularsa, 2691 ədədində 6-nın mərtəbə qiyməti neçədir? Qiymət deyərkən 6-nın özünü götürürük, digər rəqəmləri sıfırlayırıq. Bu zaman 2691 ədədində 6 rəqəminin mərtəbə qiyməti 600 olacaqdır. Belə, bunları bir neçə misal üzərində qeyd edək, izahlarını bir daha verək. Tutaq ki, fərqli bir rəqəm yazaq. 5850. 5850 ədədində bəs bizdən soruşarsa, bu ədədin mərtəbə vahidi neçədir? Düşünmədən yazırıq. Vahid dedik 1-dir. Bəli. Bu zaman 5850 ədədində 5 rəqəminin mərtəbə vahidi nə olacaq? 1010 olacaq. Bəs mərtəbə qiyməti soruşarsa, o zaman mərtəbə qiyməti isə olacaq. 5-in qiymət, 5-in özünü saxlayırıq, digər rəqəmləri nə edirik? Mütləq şəkildə sıfırlayırıq. Və ədədlərin siniflərə bölünməsi haqqında qısa bir izah vermək istəyirəm. Belə ki, tutaq ki, belə bir ədəd yazırıq. Bu ədəd siniflərə necə bölünür? Uşaqlar, misalın üzərində qeyd etməkdən əvvəl, izah verməzdən əvvəl belə bir şey qeyd etmək istəyirəm ki, demək, ədədlər siniflərə 3-3 bölünür. 3 dost kimi bölünür. Bax, əgər bunu yadımızda saxlasaq, mütləq bu misalın, belə deyim, bu izahın öhdəsindən testlər üzərində çox yaxşı, rahat, belə deyim, öhdəsindən gələcəyik. Əgər 3-3 bölünürsə, baxın, rəqəmləri 3-3 şəkildə siniflərə bölürük. Başlayırıq sağdan sola doğru. Bu nə olacaq? Təkliklər sinifi. Təkliklər sinifi. Daha sonra olacaq təkliklər, minliklər sinifi. Minliklər sinifi. Sonra olacaq milyonluqlar sinifi. Qısa şəkildə qeyd edirəm, milyonluqlar sinifi və milyardlıqlar sinifi. Milyardlıqlar sinifi. Belə, yenidən təkrar edək. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi və milyardlıqlar sinifi. Gəlin, bu rəqəmi oxuyaq. Bu böyük rəqəmi təbii ki, adi şəkildə oxuyanda bizə çox çətin gəlir. Amma bu şəkildə oxuyanda deyirik ki, 289 milyard 871 milyon 628 min 1. Görün necə sadə şəkildə və rahat şəkildə biz bu rəqəmi oxuya bildik. Bəs buradan başqa bir izah verəcəm mən sizə. Tutaq ki, bizə deyərsə, bu rəqəmdə, bu
ədəddə, daha doğrusu milyonluqlar sinifindəki rəqəmlərin cəmini tapın. Necə tapacağıq? Təkliklər, minliklər, milyonluqlar sinifindəki rəqəmləri götürürük. Bunların cəmini necə tapırıq? Üstə gəl 1. Cəmi neçəyə bərabər olacaq? 16-ya bərabər olacaq. Bu qədər sadə. Və uşaqlar, bir şey də qeyd etmək istəyirəm ki, bəzən uşaqların çaşdığı bir məqam var. Bir dəqiqə üzrü sayın. Uşaqların çaşdığı bir məqam var. Bunu mən qeyd etmək istəyirəm və daha rahat şəkildə anlayasınız uşaqlar. Deməli, bizə verir 2, tək verir. Sonra 321, tutaq ki, 916. Baxın uşaqlar, burada bizə verir. Bu rəqəmi düşünəcəksiniz ki, necə oxuyaq? Çünki axı biz dedik ki, ədədlər necə bölünür siniflərə? 3 bölünür, 3 kimi bölünür. Amma burada deyəcəksiniz ki, müəllimə, bəs ikisi 3-3-dür, biri təkdir. Bunu necə anlayaq? Mütləq uşaqlar, yadınızda saxlayın. Hər zaman bu rəqəmin önündə nə dayanır? 0 dayanır. Və biz bu sıfırları təbii ki, yazmırıq. Buna görə də təsəvvür edin ki, 3-3 bölünəndə bunların qarşısında 0 var. Demək, bunlar nə oldu? Təkliklər, minliklər və milyonluqlar sinifi. Burada necə oxuyacaq bunu? 2 milyon 321 916. Və salam, bu qədər sadədir uşaqlar. Bu misalın izahı bu qədər sadə şəkildə verilir. Bəs, əgər bizə belə bir rəqəm verərsə, 745.319. Bizə burada deyərsə, bayaqçı misalda belə deyil, biz qeyd etdik ki, deməli, ədədin, tutaq ki, hər hansı siniflərdən birindəki rəqəmləri götürüb cəmini tapırıq. Hasilini soruşanda necə tapacağıq? Hasilini soruşanda tutaq ki, deyir ki, 745.319 ədədində minliklər sinifindəki rəqəmlərin hasili neçəyə bərabərdir? Biz tez nə edirik? Bunu götürürük. Bax, bu tez böldük siniflərə təbii ki. Təkliklər, minliklər sinifi. Minliklər sinifindəki rəqəmlər hansı idi? 745. Götürürük. Bu rəqəmləri nə edirik? Bir-birinə təbii ki vururuq. Neçə eləyəcək uşaqlar? 140 eləyəcək. Bəli, bu qədər sadə və anlaşılır şəkildə izah etməyə çalışdım. İnşallah ki, uşaqlar bu izahlardan yararlanarsınız və mütləq şəkildə belə qeyd edin, monitoring imtahanlarına düşən suallardan biri ola bilər bu. Çox sağ olun diqqətiniz üçün. Sonda videonu bəyənib şərh yazmağı da unutmayın.